Azərbaycan marketinqi üzü hara gedir? Çox qəribə bir sualdır. Pis oldu, nə demək, sözün çoxdur. Yaxşı, okey. Əslində yaxşı Hal-hazırda markalar sosial deyim. platformalar arasında ən aktiv və ən çox satdıran hansıdır? Instagram. Sosial mediada. Instagram. Eynən. Bəs deyirlər TikTokdur. TikTokun hal-hazırda bir 6.5 milyon bir kütləsi var Azərbaycanda. 7. Hə, 7-də olub bu şey. Bu yaxınlarda oldu. Ən son baxanda biz 6.5 idi bu Nə vaxt baxmısan? Bir neçə ay bundan qabaq. Görsən? Eynən. TikTokun hədəf kütləsi sadəcə biraz çox qarışıqdır. Düşünürəm mən. Hamıda var TikTok. Məndə yoxdur. Məsələn, mən o milyonun içində yoxam. Səndə Olmayan yoxdur. milyonun içindəyəm. Hə, hesabım yoxdur TikTokda. Bəs yaxşı, sizə şirkət olaraq müraciət edəndə TikTokdan xidmət vermirsiniz? veririk. Bəs özün istifadə eləməyə necə edirsən? Yoxsa yaxşı dərzi öz tikişini Mən söküyünü tərsiyəm, tökə mən bu bilmirəm. işi görmürəm. Yəni nə mən Facebookda reklam verirəm, nə Komanda. Instagram. Komanda var, komanda işləyir ki, komandamızda kifayət qədər öz sahəsində hamısı çox professionaldır. İstər dizaynerlərimiz, istər kontent menecerlərimiz, istər SMM-lərimiz, istər digitalçılarımız, videoqrafımız və s.